Burada yazılıb. Oğlan mənə deyir ki, tel üstündə, tel haqqında oldu, yəni öldürüldü. Bu da deyir ki, burada da bir açıq-aşkar deyir ki, o çöldə gördü Orxanı öldürənləri. 2013-cü ilin dekabrında Naftalanın Ensaylı hərbi hissəsində həlak olan əskər Orxan Alıyevin atası oğlunun ölümünə aid növbəti sübutlar əldə edib. Atasının sözlərinə görə bunlar həmin dövrdə Orxan Alıyevlə bir hərbi hissədə qulluq edən əskərin tanıdığı qıza verdiyi məlumatların mesajla başqa bir xanıma göndərilməsi, eyni zamanda sübutların Respublika Hərbi Prokurorluğunda Ağır Cinayətlərə Dair şöbəsinin müstəntiqi Nihat Şıxaliyev tərəfindən ört-bastır edilməsi ilə bağlıdır. Bunu mesaj şəklində həmən o qızın padruqası deyilən bizə yaxın olan ailə Sluçayla onunla bir yerdə oxuyurlarmış kollecdə. O bilmədən ki, bizə yaxındır. Ona danışıb və axşam, həmən günün axşamı 31 mart 2014-cü ildə mesajlaşıblar. 20 cilddən, 20 vərəqdən ibarət mesaj var. Burada yəni nə üstündə Orxan öldürülüb və kimlər görüb, kimlər olub demək olar. Şirazi Aliyev deyir ki, yazışmada hadisənin şahidi olan əskərlərdən biri mesajlaşdığı qıza deyib ki, prokurorluq onu incitdiyindən olanlar barəsində yalan danışmağa məcbur olub. Yazır ki, bəs özü yazır ki, həmən prokurorluq məni incitdi. Hadisənin ilkin günü mən boynuma aldım ki, Orxanı öldürdülər. 20 gün mənə işgəncə verdilər. Mən əskərlikdən qalib gələndən sonra fikrim var idi ki, onları məhkəməyə verəm. Mənə işgəncə verdiyinə görə. Burada hamısı öz əksini tapır. Yəni, belədir. Və bu yaxından mən ağır cinayətlərdə Nihat Şıxəliyev adında kapitan, yəni müstəntiq orada təyin ediblər. Mən zəng eləyirəm, hər gün demək olar, gün aşırı zəng eləyirəm ki, Nihat müəllim, bəs bu iş bir ayda gəlib ağır cinayətlərə. Hansı addımlar atırsınız və fikriniz nədir? Təəssüflər olsun ki, mənə qədər o uşaqları dəfələrlə deməli çağırıb. Nə Əliyə, Mahirə və o qıza, Mahirin dostu qıza. Heç aslında mənim telefonumda onların nömrəsi var idi. Bir dəfə, iki dəfə danışmışdım. Prokurorluğun deməli, həmən o müstəntiqin təsiri altına düşərək, deməli, telefon nömrələri də dəyişirilir. Əskər atası deyir ki, əldə etdikləri audio yazıda işi araşdıran Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair şöbəsinin müstəntiqi Nihat Şıxalievin adı hallanır. Müstəntiq deyir ki, mən də çağıracam, sən də gələrsən, biri də çağıracam, bir də Orxan atasının anasını çağıracam. Gəldilər, üçünüz də oturun burada, Orxan atası nə sual verdi, elədi, hamınız cavab verin və Orxanın işini bağlayaq. Dedi, çox uzandıqca atılacaq da, ayrı-ayrı da görüşüb eləməyin heç biriniz. Bilmədik. Mən getdim orada qışqırdım, elədim, dedim, burada əskiyyətdən çıxanısı sizi şikayət eləyəcəm, nə bilim, belə eləyəcəm, elə eləyəcəm. Düzdür, məni deyir, susturdular, döydülər, elədilər, mən deyir, sustum, heç nə deyəmədim qorxumdan. Ondan sonra əskiyyətdən çıxandan sonra prokuraturaya gəldim, prokuraturaya dedi ki, əgər ağzın bir söz çıxsın, sənin başın bəlaya girəcək. Yəni, bu sözü sən mənə dedim ki, deyib bu sözü mənə. İndi o dediklərini ordu getsin desin də. Bilmirəm də, indi bilmirəm, nədir, nə deyilsə, bilmirəm indi, nətər danışılıbdır, nə olubdursa. Uşaq bizdə, indi biz qalmışıq da arada. Çünki mən problem bu vaxta qədər, nə vaxta qədər elə söhbətə gəlirəm. 20 gündən 16 günüm qalıbdır. 2 həftədən sonra mən gəlin köçürəm. Sonraki danışıqda isə həmin xanım öz rəfiqəsinə SMS-lərlə bağlı onu problemə saldığını deyir və qeyd edir ki, bundan çıxmaq üçün bu söhbətin başqa cür olduğunu bildirməlidir. Qurulan plana gəlincə... WhatsApp-da səndən danışmamışım. Mən nə yazmışamsa WhatsApp-da sənə. Onları güya sinifdə danışılan sözləri yazmışam. Elə bir ki, uşaqlar hərəsi bir söz deyibdi. Mən də sənə yazmışam onları. Burada o yazılıb. Sən bilirsən ki, onlar məsələn istəsələr arxıv atıb tökə bilərlər, WhatsApp-da bütün yazışmaları oxuya bilərlər, istəsələr də. Yəni bu şeyin dərinliyinə getsələr, hər şey bilinə bilər. Yəni bu şeyin asıla bilər. Bundan artıq dərinliklə... Məsələn, sən deyirsən, tutalım da, əgər bizim yalan məlumat verdiyimiz bilinsə, 3 ildən 6 ilə qədər iş düşürə bizə. Xəbərin var mı? Yoxdur, bilirəm. Hər şeyi öyrəndin, müstəntiqlərlə zadla da öyrəndin. Müstəntiq yaxındır da mənlə. Atanın dostu zadıdır. Müstəntiq? Hə, dostudur, yaxındır, mən tanıdı sırası, yox, bilmir. Müstəntiq WhatsApp-da dedim, arxivdə atmaq olur, dedi ki, heç kim heç nə eləyə bilmir. Məsələ ilə bağlı müstəntiq Nihat Şıxaliyevlə əlaqə saxladıq. Şirazi Alıyevin əldə etdiyi sübutlara münasibət bildirməyini istəsək də, o bundan imtina edərək dəstəyi asdı. Valla bunu bildirə bilmərəm, bizə icazə yoxdur, bu hərbi təşkilatdır.
Bu hərbi prokurorluğun mətbuat xidməti var. Orayla əlaqə saxlayın, Əfraim müəllimdən. Məsələni siz araşdırırsınız, müəllim. Müstəntiq kimi, yəni bu sizin öhdənizdədir. Əfraim müəllimin bundan nə xəbəri var? Əfraim müəllimin hər şeydən xəbəri var. Bu, mən gizlətmirəm ki. Mən məlumat verə bilmərəm, bu hərbi işdir. Hərbi ekspertlərin sözlərinə görə bu ilin 7 ayı ərzində 70-dən artıq əskər hərbidə müəmmalı şəkildə dünyasını dəyişib. Aidiyyatı qurumlar tərəfindən isə onların bir çoxuna ürək tutması diaqnozu qoyulub. Elə 19 yaşlı Orxan Alıyevin valideynlərinə də oğlanlarının bu səbəbdən dünyasının dəyişməsi barəsində məlumat verilib. Lakin bununla barışmayan valideynlər özləri araşdırma aparmağa başlayıb və əldə etdikləri sübutlardan məlum olur ki, hərbi prokurorluq bu işin üstünü nədənsə bağlamağa çalışır.